Osmanlı yeni dövr dedikdə artıq son feodalizm belə deyək də dövrü və kapitalizm dövrünə keçid aralığındakı olan dövr hesab olunacaqdır. Osmanlı dövləti ümumiyyətlə Osmanlı dövləti müəyyən bir mərhələ dövrünü, yaranma dövrü, seçlənmə dövrü, durğunluq dövrü, gerilənmə dövrü və dağılma dövrləri orada qeyd olunur illəri ilə bir-bir, yəni onları öyrənirsiniz. Əzbər bilmək ehtiyac yoxdur, sadəcə bilməyiniz bəs bir dövr olaraq. Artıq Osmanlı durğunluq dövrünə qədəm qoymuşdur. Çünki 16-cı əsrin sonlara, 17-ci əsrin əvvəllərində artıq Osmanlı dövləti zəifləməyə başlayacaq. Osmanlı dövləti üç qitəni əhatə eləsə də əvvəlki hərbi qüdrəti aşağı düşəcəkdi, hərbi təchizat aşağı düşəcəkdi, mərkəzi hakimiyyət zəifləyəcəkdi, üsyanlar bürüyəcəkdi və ölkə iqtisadi siyasi cəhətdən çökməyə doğru gedəcəkdi. Bunun səbəbləri təbii ki var, daxili səbəblər və xarici səbəblər səbəblərdə olduğu kimidir. Daxili səbəblər mərkəzi hakimiyyətin zəifləməsi, hökmdar hakimiyyətin tez-tez dəyişilməsi, sonra bununla bərabərində qiyamlar, sənətkarlığın zəifləməsi, ticarətin zəifləməsi, xarici səbəb, ən əsas səbəb, səfərdə olduğu kimi burada da böyük İpək yolunun öz əhəmiyyətini itirməsi, ölkə gəlirlərinin aşağı düşməsi, Avropalıların texnologiya cəhətdən inkişaf eləməsi, təhsil cəhətdən inkişaf eləməsi, Osmanlıların onlara çata bilməməsi olacaqdır. Bu Osmanlıların ikinci ən böyük zəiflik səbəbi isə Osmanlı sultanlarının qəfəs üsulunu tətbiq eləməsi. Sultan 1-ci Əhməddən etibarən qəfəs üsulu tətbiq olunacaqdır. Yəni, əvvəllər şəhzadələr hakimiyyətə gələndə digər şəhzadələri öldürürdülərsə, öz övladlarını isə vilayət, sancaq, paşalıq hakimləri qoyub dövlət təcrübələri yığırdılarsa, amma indi gələnlər öz qardaşlarını öldürmürlər, qəfəsə salırlar, belə bir tipli yerə salırlar. Təbii ki, müəyyən bir müddət, əgər qardaş hökmdar olaraq 20 il hakimiyyətdədirsə, o şəhzadə 20 il o qəfəsdə qalacaq, digər şəhzadə. Və 20 il hakimi qəfəsdə qalan bir şəhzadə normal olaraq dəli olacaqdı, psixoloji cəhətdən, çünki qorxu var idi. Hər dəfə üsyanlar baş verəndə əsgərlər ondan istifadə edirdi, digər sultanı qorxutmaq üçün və yaxud da hər an qardaşı onu öldürəcəkmiş kimi bir duyğu hissi yaşayırdı gecələri və bu istər-istəməz onun psixoloji pozulurdu. Məsələn, Osmanlıda Dəli İbrahim deyilən bir hökmdar var idi, sultan idi, hakimi gəlmiş, amma dəli idi, yəni bildiyiniz dəli idi, başa çatmırdı. O mənada bir şey. Yəni, bu formada da dövlət təcrübəsizliyin olması, dövlətin idarəetməsinin ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilməsi Osmanlının zəifləməsini gətirib çıxacaq. İkinci bir zəifləmə səbəbləri gələn sultanların, tez-tez dəyişən sultanların və gələn sultanların əvvəlki sultanlara müqayisədə daha çox bəxşiş paylanmasıdır. Bu da büdcəni azaldacaqdır. Onsuz da böyük kəşflər olmadığı üçün, böyük kəşflər olduğu üçün Avropa tacirləri Osmanlıya gəlməyi azaltdığı üçün ölkənin gəlirləri azalır. Biraz da sultan elə gendən boldan belə payladıqca xəzinə daha da azalacaqdır, maaşlar verilməyəcəkdir, əskər qiyam qaldıracaqdır və hakimiyyətdən sultanı salacaqdır ki, bu da qapı qulu ocaqları var ki, onlar bəzən sultanları taxtdan indirib özlərinə əsas lazım olan sultanlara hakimiyyət edəcək. Bu dövrdə həmçinin Osmanlıda beşik amilliyi deyilən bir sistem tətbiq olunacaqdır. Dedik qəfəs üsulu, bildiniz mahiyyətini, nədir? Sonra beşik amilliyi. Beşik amilliyi nədir? Bu bir növ idarəetmədə irsilik prinsipidir. Alimin oğlu alim, vəzirin oğlu vəzir, nə bilim, hökmdar, ordu komandanın oğlu, ordu komandanı kimi sistem tətbiq olunur. Bu da idarəetmə mexanizmasında öz başına gətirib çıxacaq, hamı istədiyi hər şey eləyəcəkdir. Onsuz da vəzifə var, o vəzifənin sahibi olacaq termini. 17-ci əsr tarixinə baxdığımızda bilirsiniz ki, Osmanlı Səfəvi müharibələri var. 1612, 2-ci İstanbul, 18 belə deyək də, Mərənd sülhü, 39 Qəsr-Şirin sülh müqavilələri var. 17-ci əsrin 2-ci əsrinə baxdığımızda biz Osmanlıda Köprülü Mehmet Paşanı görürük. Köprülülər bir növ belə deyək də, Osmanlı tarixində çox mükəmməl bir yerlərə sahiblər. Osmanlı dövlətinin idarəetməsini təkmilləşdirmədə, onun ömrünü uzatmada çox böyük belə deyək də, işlər görüblər. Köprülü Mehmet Paşa islahatlar keçirəcəkdir. İslahatların məqsədi dövlətin əvvəlki siyasi qüdrətini bərpa eləmək, din xadimləri arasında çəkişmələrə son qoymaq, ordunun nizam intisamını artırmaq idi və dövlət aparatını təkmilləşdirmək. Nəticədə də bu forma baş verəcəkdir. Ordu nizam intisamı artırılacaqdır, Çanaqqaladakı olan Venesiyalar qovulacaqdır və belə deyək də, Osmanlının əvvəlki qüdrətini qismən də olsa bərpa eləyəcəkdir. Sonra bundan sonra digər
köprülülər davamlı olaraq gələcəkdir. Fazil Paşanın dövründə də yenə eyni qaydada baş verəcəkdir. Krit adası fəth olunacaqdır. Osmanlı əvvəlki itirilmiş ərazidən geri qaytaracaqdır. Burada bir şey var ki, Krit adasının fəthi 10-cu əsr Bizansına oxşayacaq kimi verəcəksiniz. Yəni 17-ci əsr Osmanlını, 10-cu əsr Bizanslı Krit adasının fəthi kimi görəcəksiniz. Sonra gəldik 17-ci əsrin ikinci yarısında Osmanlı dövləti 17-ci əsrin ikinci yarısında belə deyək də Avstriyanın münaqişələr baş verdiyi üçün, Macaristana uğrunda münaqişə baş verdiyi üçün Viyanaya hücum eləyir. Siz bunu keçmirsiniz. Viyana mühasirəsi Avropanı qorxuya salacaqdır ki, tez bir zamanda Avropa 1684-cü ildə Osmanlıya qarşı müqəddəs ittifaq edəcək. Müqəddəs ittifaq belə deyək, Respospolita idi, Venesiya idi, Avstriya idi, Malta idi. Bu dövlətlər qoşulacaqdı. 1686-cı ildə isə Rusiya bu belə deyək də müqəddəs ittifaqa qoşulur. O dövrdə Səfəvi sultanı Süleymana məktublar yazılmışdı və sən də qoşul, o isə bundan razılaşmamışdı. Bunu yazda saxla. Müqəddəs ittifaqla Osmanlı arasında 1684-dən 1699-cu ilə kimi dayanmadan 15 ilə yaxın bir müharibə var. Bu müharibə nəticəsində Osmanlı tarixində ilk dəfədir ki, çox böyük ərazidə itirəcək ki, Mərkəzi Avropanın tamamilə deyək ki, əldən çıxarmışdı. Macaristan idi, digər adalar falan əldən çıxarmışdı. Bu Osmanlının bir növ çöküşünü göstərən əlamət idi və Avropalar bununla da bir növ Osmanlı artıq yıxa biləcəklərini düşündülər. 18-ci əsrin əvvəllərinə baxdığımızda, 18-ci əsr Osmanlısına baxdığımızda birinci yarıya baxırıq. Hansı ki 1700-1750 aralığına baxırıq. Burada hakimiyyətə 3-cü Əhməd gələcəkdir. 3-cü Əhməd gəldi. 3-cü Əhməd gələndə nə edir? Osmanlı'nın əvvəlki qüdrətini bərpa etmək üçün tədbirlər görəcək. 1711-ci ildə Rusları Prut savaşında məğlub eləyəcəkdi və Prut müqaviləsi imzalayıb Ruslara verdikləri vaxtilə Azov qalası və Azov dənizini geri qaytaracaq. Prutdan ilham olaraq 3-cü Əhməd Avstriya və Venesiya müharibə elan eləsə də istədiyi nəticənin nail olmayacaq və məğlub olacaq. 3-cü Əhməd Avropa ölkələrinin nümayəndələr göndərəcəkdir. Bu nümayəndələr 3-cü Əhmədin əsas məqsədi nə idi ki, Avropadakı olan yenilikləri öyrənsinlər, Osmanlıya gəlsinlər, xəbərləsinlər, Osmanlı da bu məsələləri qismən də olsa həyata keçirsin. 1718-ci ildə Kürəkəni İbrahim Paşanı baş vəzir elan edib və bununla da 1718-1730-u əhatə edəcək Lalə dövrü olacaqdır. Lalə dövrü niyə deyilir? İbrahim Paşa lalələri sevdiyi üçün Osmanlı sarayına və öz sarayına lalələr əşdirəcəkdir. Ona görə də Lalə dövrü adlanır. İbrahim Paşa nə edirdi? O düşünürdü ki, Osmanlını qaldırmaq və inkişaf etdirmək üçün illaki şərtli işğal olunmuş torpaqları yenidən geri qaytarmaq. Onun məqsədi büdcəni təkmilləşdirmək və yeniliklər tətbiq etmək. Nə edəcəkdi? Osmanlı da mətbəəni tətbiq edəcəkdi. Avropa tipli binalar tikiləcəkdi. Sonra ilk yanğın söndürmə sistemi yaradacaq, yəni bir növ bizdə kimi Fövqəladə Naziri kimi yanğın söndürmə idarəsi yaradılacaqdı və bəzi yeniçəriləri ləğv edib onların maliyyə məsələlərini büdcəyə eləyəcək. Amma İbrahim Paşa bunu eləsə də Avropalılarla özlərini yaxşı göstərmək üçün, Osmanlı güclü göstərmək üçün qonaqlıqlar təşkil edir hər gün sarayda. Sarayda yeyib içmək idi, keyf idi. Yəni keyf edirlər. Bu gün sabah hər gün yeyib içmək bu təbii xoşa gəlmir. Çünki sultan hakimiyyəti xalqın əziyyət çəkdiyini görmürdü və xalq isə çox əziyyət çəkir. Bilirsiniz ki, Azərbaycan tarixində keçmişdir, bilirsiniz. 1724-cü ildə bu kitab bizdə yoxdur, siz yazırsınız əlaqələndirmək üçün. İstanbul müqaviləsi imzalanır Osmanlı ilə, Osmanlı Rusiya arasında. 1724 və 1725-ci ildə Azərbaycan torpaqları Xəzəranı bölgəsi olmaqla işğal ediləcəkdi. 1727-ci ildə Rusiya ilə Nabur sülhünü imzalayacaq. Bundan hamısı 3-cü Əhmədin dövründə baş verir. Və bir də Azərbaycan işğalı 24-25-i siz götürürsünüz 1578-1590-dan oxşadır. Yəni 3-cü Muraddan 3-cü Əhmədin oxşar cəhəti Şərqdə Osmanlı ərazilərini genişləndirmək və yaxud da Azərbaycan torpaqlarının bir hissəsini çox hissəsini ələ keçirmək kimi oxşarlıq verir. 27-də dediyi Nabur imzalayacaq. İş elə gətirdi ki, yeniçərilərin xoşuna gəlmir Osmanlıların, yəni Sultanın və İbrahim Paşanın bu tədbirləri. Çünki İbrahim Paşa
Yenicələrə düşmən kəsilirdi, onların özbaşınalarının qarşısını alırdı, onların bəzi yaratmaz hərbi dəstələrini ləğv eləmişdi. Bu yenicələr xoşuna gəlmir və yenicələr 1730-cu ildə Osmanlıya qarşı qiyam qaldırırlar, 3-cü Əhmədi taxtdan salırlar, İbrahim Paşanı doğruyurlar, yəni bildiyiniz və hakimiyyətə 1-ci Mahmudu gətirirlər. 1-ci Mahmud nə edəcəkdi? Yenicəli üsyanlarını yatıracaqdı. Yəni üsyanların qarşısını alır 1-ci Mahmud. Yenicəli üsyanların qarşısını alacaqdı. Sonra ikincisi nə edəcəkdi Yenicəli üsyanların qarşısını almağına? 1733-cü ildə, yox 32-ci ildə Kirmanşah, 1733-cü ildə Bağdad sülhlərini imzalayacaqdı Səfəvilərinə. 1735-ci ildə 3 kilsə döyüşü olacaqdı və Gəncə döyüşü olacaqdı. Oradan geri çəkiləcəkdi. Yəni 1-ci Mahmudun dövründə. Bunlar kitabınızda yoxdur, bunu bilməlisiniz. Bunları eləyəcək. Sonra 1-ci Mahmud Səfəvilərlə məğlub olmasına baxmayaraq qərbdə çox uğurlu müharibələr aparılacaqdı. Avstriya və Venesiyanə aparılan müharibələrdə qələbələr qazanılacaqdı və Balkanlarda bəzi itirilmiş əraziləri geri qaytaracaqdı. Hərbi islahat keçirəcəkdi. Hərbi islahatı 3-cü Əhmədlə verirsiniz, 1-ci Mahmudda verirsiniz. Artıq siyahıya bunu da əlavə edəcək. Sonra 1-ci Mahmudun dövründə əfşarlarla müqavilə imzalanacaq. Nadir Şah əfşarla. Bilirsiniz bu yadca gəlir. Bu 2-ci Sammirzi üsyan yatıranda Nadir Şah müqavilə bağlı. Bax elə onu da belə verirsiniz. 1743-cü il müqaviləsini dəqiq verirsiniz. Qalan məsələni verməsəz olur. Nadir Şah əfşarla da müqavilə imzalanacaqdı 43-cü ildə. Sonra 1-ci Mahmudun dövründə yenə eyni qaydada yeniliklər davam edəcəkdi. Burada qumbaraçılar məktəbi açılacaq və ya qumbaraçılar ocağı açılacaqdı. Qumbaratanlar ocağı açılacaqdı. Sonra Osmanlı ordusu yenidən təkmilləşdiriləcəkdi və bu forma tədbirlər həyata keçiriləcəkdi. 3-cü Əhməddən etibarən dünyəvi elmlərə diqqət artırıldığı üçün Mahmud da bu diqqəti həyata keçirəcək. Bu 18-ci əsrin 1-ci yarısından baş verən hadisədir. Osmanlı dövlətinin 18-ci əsrin 1-ci yarısından başlayaraq elə əsas rəqibi Rusiya idisə, ta ki axıra qədər də bu proses davam edəcəkdir. İkinci yarı hadisələrə baxdığımızda yenə də Rusiya olacaq. Rusiya ilə 18-ci əsrin ikinci yarısında iki böyük müharibə oldu. 1768-1774-cü il, 1787-1791-ci il döyüşlər. Çox böyük döyüşlər başlayacaq. 68-74 müharibəsi Rusiyanın Balkanlarda, daha doğrusu Balkanda yox, Şimali Qafqazda və Ukrayna istiqamətində güclənməsi həm Avropa dövlətləri, İngiltərə, Fransanın, həm də Osmanlının xoşuna gəlmir. Və Osmanlı bu məsələyə dur demək istəyir. 1768-də və 74 aralığında müharibə baş verir. Müharibə Osmanlıların məğlubiyyəti ilə başa çatır və 74-də Kiçik Qaynarca sülh müqaviləsi imzalanır. Kiçik Qaynarca sülhünə görə Krım Osmanlı tərəfindən müstəqillik tanınacaqdı. Dnepr çayından Bug çayına qədər ərazilər keçəcəkdi Rusiyaya. Rusiya ilk dəfə olaraq Qara dənizdə hərbi donanma saxlaya bilərdi. Bosfor Dardanel boğazlarından isə ticarət gəmiləri keçə bilərdi. Baxın ha, hərbi gəmi yox, ticarət gəmiləri keçə bilərdi. 74-də. Bundan sonra bu dövrdə təbii ki Rus sarıçası 2-ci Yekaterinadır. 2-ci Yekaterina 1783-də Krımı özünə ilhaq eləyir, Şərqi Gürcüstanda bilinə belədir, asal salacaq. Bu Osmanlı xoşuna gəlmədiyi üçün 1787-91 müharibəsi baş verir. Bu müharibə isə Yassı sülhü ilə imzalanacaq. Bu Kiçik Qaynarca, bu da Yassı. Yassı sülhünə görə Dnestr çayından Bug çayı ərazilər tamamilə keçir Rusiyaya. Rusiya Balkanlarda mövqeyi güclənir. Bilirsiniz də indiki Rumıniya bölgəsi falan, Moldova bölgəsidir. Buraları ələ keçirəcəkdir. Yəni qismən buralar ələ keçirilir. Sonra bundan sonra Balkana nüfuzu gələcək, Qara dənizdə qəti şəkildə möhkəmlənəcəkdir. Osmanlı Yassıda Krımı Ruslar tərəfindən işğalını təsdiqləyəcək. Və bu Osmanlı bu dövrdə Rusiyanı, ümumiyyətlə Avropanı, bu termini çox eşidəcəksiniz ona görə, xüsusən də Rusiyanı yeni şərq siyasəti çərçivəsində Yunan layihəsi var idi. Yunan layihəsi. Bu Rusların layihəsidir. Yeni şərq siyasəti ümumiyyətlə Avropa və Rusiyanın Osmanlıya qarşı etdiyi siyasət idi. Osmanlı torpaqlarını parçalamaq və onu ələ keçirməkdir. Amma bunun içərisində Yunan layihəsi xüsusi rol oynayır.
Yunan layihəsinə görə 2-ci Yekaterin nə etmək istəyir? 2-ci Yekaterin Yunan layihəsinə görə Osmanlı torpaqlarını ələ keçirmək, İstanbulu tutmaq, burada Bizansı bərpa eləmək, öz varisini bura Bizans imperatoru kimi adlandırmaq, sonra bu boğazlara sahib olmalı idi. Bunun qarşılığında İngiltərə, Fransa və o cümlədən də Avstriya müəyyən ərazilər vermək. Amma 18-ci əsrdə İngiltərə, Fransa arasında müstəmləkə uğrunda ziddiyyətdən olması, həm də Rusiyanın Yunan layihəsini həyata keçirəcəyi təqdirdə güclənməsini düşünəcəkləri üçün Avropalılar Rusların Yunan layihəsini təsdiqləmir və qəbul eləmir. Və bunun həyata keçirilməsinə də icazə verməyəcək. 18-ci əsrin sonlarında hakimiyyətə 3-cü Səlim gələcək. 3-cü Səlim nə edəcəkdir, nə tədbir edəcək? İlk dəfə Avropada elçilik sistemini tətbiq edib, yəni konsulluq, elçilik demək daha doğrusu konsulluq sistemini tətbiq edib. 3-cü Səlim. 3-cü Səlim Avropaya konsulla göndərir, səfirliklər açacaq. Bir çox Avropa dövlətlərindən. Burada iki məqsəd var. 1. Osmanlı düşmən olma ehtimalı olan dövlətlərlə münasibətləri nizamda saxlamaq. 2. Avropadakı yenilikləri tətbiq etmək. 3-cü, yenidən hərbi dəniz donanması yaradılacaqdır və hərbi dəniz donanmasında yeni texnologiya tətbiq olunacaqdır. Yəni sıfırdan donanmanı yenidən quracaqlar. 3-cüsü, Qumbaratanlar məktəbini yenidən fəaliyyətə başlayacaqdır. 2-ci Qumbarata daha təkmilləşmiş formasında və orduda müəyyən ticari islahatlarda nə edəcəkdir? Yerli tacirlərin imtiyazlarını artıracaqdır, xarici tacirlərin hüquqlarını məhdudlaşdıracaq ki, yerli istehsalat artsın. Lakin 3-cü Səlimin də qətiyyətsizliyi, islahatları davamlı həyata keçirə bilməməsi və bunun paralelində Yeniçərilərin bu məsələ qiyamı, çünki bəzi Yeniçəriləri bir növ belə deyil, xidmət eləməyən Yeniçəriləri dəstələrini ləğv edir, ondan Timar Ziyamətin əlindən alacaqdır. Yəni tamamilə yox. Məsələn deyir ki, Ramalı dəstəsi xidmət eləmirsə, Ramalı dəstəsini ləğv edir. Amma Emma qalır. Amma bu Yeniçərilərin xoşuna gəlmədiyi üçün üsyan qaldıracaqlar və bu üsyan nəticəsində 3-cü Səlimi taxtdan devirəcəklər. Bu da sizin 17-18-ci əsr Osmanlı dərsi. 3-cü Səlimi oxuyun.